1-ci Qarabağ müharibəsində itkin düşən hərbiçi Mahir Quliyevin nəşinin qalıqları Cəlilabadda dəfn olunub. Şəhidin ailəsinin yaşadığı evdə keçirilən vida mərasimində rayon ictimaiyyətinin nümayəndələri, qazilər, şəhid ailələri, hüquq mühafizə orqanlarının əməkdaşları və hərbiçilər iştirak ediblər. Çıxış edənlər şəhidin vətən qarşısındakı xidmətlərini yüksək qiymətləndirərək onun xatirəsinin daim əziz tutacaqlarını bildiriblər. Dəfn mərasimi yaylım atəşi və Azərbaycan dövlət himninin səsləndirilməsi ilə müşahidə olunub. Tabuta bükülmüş Azərbaycan bayrağı şəhidin ailəsinə təqdim edilib. Qeyd edək ki, 1958-ci il təvəllüdlü Mahir Quliyev 1992-ci ildə Ağdara istiqamətində gedən döyüşlər zamanı itkin düşüb. Onun nəşinin qalıqları aparılmış ekspertizə və eyniləşdirmə tədbirlərindən sonra müəyyən edilərək ailəsinə təhvil verilib.